Gününüz xeyirli olsun uşaqlar. İndi sizinlə 8-ci sinif 2-ci hissənin ilk ümumiləşdirici tapşırıqlarını birlikdə müzakirə edəcəyik. Amma hər zaman dediyimiz kimi öz gələcəyinizin mimarı siz özünüzsünüz, əziz uşaqlar. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün başlayalım dərsimizə. Birinci sualda deyir ki, kəndirbaz diqqət etdi ki, o ayağını kəndirinin üzərinə qoyduqda şəkildə təsvir olunan dalğa yaranır. Dalğanın kəndir boyunca yayılma sürəti 2,4 metr bölünsün saniyə olarsa, dalğanın tezliyini təyin edin. Bax, gəlin əvvəlcə verilənləri yazaq. Bizə deyir ki, dalğanın yayılma sürəti 2,4 metr bölünsün saniyədir. Yəni, V bərabərdir 2,4 metr bölünsün saniyə. Və şəkildə diqqət etsəz, burada bizə bir ipucu var. İpucu nədən ibarətdir? Əgər mən bu dalğanı tamamlamaq istəsəydim, bax bu 4 amplitud, yəni bax bu bizə verərdi tam dalğanı. Bax buradan bura qədər olan məsafə 2 metrdir. Düzdür? Amma tam dalğa bu 2 yarım dalğaya bərabərdir. O deməkdir ki, onda yazaram ki, lambda bölünsün 2 bərabərdir 2-yə. Yəni, bütün dalğa uzunluğunun yarısı 2 metrə bərabərdir. Bəs dalğa uzunluğumuz niyə bərabərdir? Əlbəttə ki, 2-ni 2-yə vuraram, edər 4 metr. Bax, yenə izah edirəm, o hardan gəldi. Buradan bura qədər olan məsafə 2 metrdir. Bu deməkdir ki, buradan bura qədər olan da məsafə 2 metrdir. Yəni, bax, bu uzunluq 2 metrdir. Bu uzunluq da demək ki, 2 metrdir. Ümumilikdə uzunluğumuz nə qədər olur? Bütün dalğanın uzunluğuna o da edir 4 metrə. Onu da qeyd etdik. İndi bizdən neyi soruşurdu? Dalğanın tezliyini müəyyənləşdirin. Yəni, mu bərabərdir sual işarəsində. Mu, səhv yazdım. Mu-nu yazaq. Mu bərabərdir sual işarəsində. Sürətin düsturu necə idi uşaqlar? V bərabərdir lambda vurulsun nu-ya. Buradan indi nu-nu tapsaq, mu bərabərdir V bölünsün lambdaya. Gətirib iti yerinə qoyaram. V-imiz nə qədərdir? 2,4. Lambdamız nə qədərdir? 4-ə. Demək ki, tezliyimiz niyə bərabər imiş? 0,6 Hz. Bax, doğru cavab bunu ifadə edir. İndi ikinci suala diqqət edək uşaqlar. İkinci sualda birinci sual tipindədir, amma biraz fərqlidir artıq. Gəl onu da yazaq. Orada deyir ki, uşaqlar, şəkildə rezin qaytanda 1,4 Hz tezliklə yayılan enə dalğanın bir hissəsi təsvir edilmişdir. Yəni, nu-muz bərabərdir 1,4 Hz. Və deyir ki, dalğanın yayılma sürəti nəyə bərabərdir? V bərabərdir sual işarəsinə. İndi şəkli analiz edək uşaqlar. Burada fikir versək, bizə bu uzunluq verib. Bax, fikir verin. Buradan bura qədər olan məsafə. Buradan bura qədər olan məsafə, yəni bax bu uzunluq bizə nəyi verirdi? Əlbəttə ki, amplitudu. Demək ki, bizim bir amplitudumuzun uzunluğu 0,3 metrə bərabərdir. Yəni, dalğamızın 4 yerə bölünməsi, axı biz deyirdik, bir dalğa uzunluğu 4 amplituda bərabərdir. 0,3 metrdir. Onda bütün dalğa uzunluğumuz niyə bərabər olacaq? Lambda bərabər olacaq. 0,3 vurulsun 4, 1,2 metr. Demək ki, tam dalğamızın uzunluğu 1,2 metrdir. Amma bizdən soruşur sürəti. Digər tərəfdən yazıram uşaqlar. Sürətimizin də düsturu bilirik ki, lambda vurulsun nu-dur. Gətirib indi yerinə qoysaq, lambdamızın qiyməti 1,2 tapdıq. Nu-muzun da qiyməti 1,4. Bunu da vurduğumuz zaman edəcək uşaqlar 120 1,168. Belə. Keçək indi 3-cü suala. Arı dəqiqədə 600 dəfə qanad çalır. Qanadlarının rəqsi periyodunu təyin edin. Cavabı saniyə ilə ifadə edin. Demək ki, 1 dəqiqə deyirsə, T bərabərdir 1 dəqiqə. Burada bərabərdir 60 saniyə yazaraq. 600 dəfə qanad çalır. M bərabərdir 600. Və bizdən periyodu soruşur. T bərabərdir sual işarəsi. Bizim bildiyimiz normal
Periyod düsturunu yazarıq. T bərabərdir. T bölünsün N-ə. Gətirib yerinə qoysaq, T'miz nə qədər idi? 60. Bölərək dövrlərin də sayı, yəni qanadların sayı da 600. Bu da edər 0,1 saniyə. Demək ki, periyodu nə qədər imiş? 0,1 saniyə imiş. Sonra dördüncü suala baxaq. Dördüncü sualda deyir, qazlardan niyə eninə dalğa yayılmır? Baxın, maraqlı sualdır əslində. Biz bilirik ki, eninə dalğalar yayılır bərk cisimlərdə və dayaz mayələrin səthində. Soruşur ki, bəs niyə görə eninə dalğalar qazlarda yayılmır? Çünki uşaqlar, eninə dalğanın yaranması üçün mühit zərrəciklərinin bir-birinə yan istiqamətdə təsir göstərməlidir. Bu xüsusiyyət də əsasən bərk cisimlərdə olur. Qazlarda isə olmur. Niyə görə? Çünki qaz zərrəciklərinin fikir versək bir-birindən çox aralıdır. Göstərməyə çalışım. Qaz zərrəcikləri bir-birindən çox aralıdır və bir-birindən çox aralı olduğuna görə eninə dalğanı yaratmaya bilər. Məsələn, bir sonraki görürsünüz burada yanında olmaya bilər. Bu zamanda eninə dalğa əlbəttə ki, yaranmır. Beşinci sual. Hovuzda müəyyən tezlikdə səs yayan sualtı dinamik quraşdırılmışdır. Səs dalğasının bir hissəsi suyun alt hissəsindən əks olunur. Bir hissəsi isə sınaraq havaya keçir. Sudan havaya keçərkən səsin ucalığı, dalğa uzunluğu və sürəti necə dəyişər? Uyğun kəmiyyət üçün dəyişikliyin müvafiq xarakterini müəyyən edin. Baxın uşaqlar, bunu da yazaq. Deməli, səs dalğası sudan havaya keçir. Sudan havaya. Sudan havaya keçdiyi üçün, yəni mayedən qaz halına keçir. Bu zaman nə edəcək? Sürət necə dəyişəcək? Biz bilirik ki, mexaniki dalğalar əgər mayedən qaza keçərsə, sürətimiz azalır. Bunu yazaq o zaman. Səsin sürəti azalar. Səsin uzunluğu və səsin ucalığı V bərabərdir lambda vurulsun nü düsturundan. Əgər mənbə dəyişmədiyi müddətdə yadınızda saxlayın ki, heç vaxt səsin ucalığı və tezliyi dəyişmir. Deməli, ucalığı dəyişməz. Amma səsin uzunluğu necə olacaq? V bərabərdir lambda nüdür. Buradan lambdanı tapsam, V-ni bölərəm nüyə. Və deyirik ki, tezlik dəyişmir. Demək ki, tezlik dəyişmirsə, biraz əvvəl tapdıq ki, sürət azalır. Sürət azalırsa, onunla bərabər dalğa uzunluğu da azalacaq. Bu şəkildə müəyyənləşdirirsiniz. Yəni, hər biri bir-birindən asılıdır uşaqlar. Düsturdan müəyyənləşdirib tapa bilərsiniz. 6-cı suala baxaq. 6-cı sualda deyir ki, şaquli şaxtanın girişində atəş açıldı. Əgər onun dərinliyi 340 metr olarsa, atəşdən nə qədər vaxt sonra şaxtanın dibində əks olunan güllənin səsi atıcıya qayıdacaq. Havada səsin sürəti 340 metr bölünsün saniyədir. Deməli, dərinlik 340-dır. H bərabərdir 340 metr yazaraq. Səsin də sürəti V bərabərdir 340 metr bölünsün saniyədir. Dəqiqə. Metr bölünsün saniyədir. Bizdən soruşur neçə saniyə sonra T bərabərdir sual işarəsini. Baxın, atəş açılır və daha sonra bizim qulağımıza əks olunaraq çatacaq. Bu deməkdir ki, burada əks səda var. H bərabərdir V vurulsun T bölünsün 2-yə. Çünki həm bir dəfə dərinliyə doğru gedib atəş H qədər, bir də yuxarıya doğru qayıdıb, bu da o da H qədər. 2H bərabərdir V vurulsun T-yə. Buradan H-ı tapsaq, V vurulsun T bölünsün 2. Yəni, bunu düsturu sübut etmək üçün göstərdim. Buradan T-ni tapsaq, T bərabərdir 2H bölünsün V-yə. Gətirib yerinə qoyaq. 2 vurulsun H-ımız nədir? 340 bölünsün V-miz də 340-dır. İxtisarlarımızı aparsaq, edəcək 2 saniyə. Demək ki, 2 saniyədən sonra biz səsi eşidə bilərik. Keçək daha sonra 7-ci suala uşaqlar. 7-ci sualda bizə deyir ki, baxağın, şəkildə insanlar və müxtəlif heyvanlar üçün eşidilən səs diapazonları, infrasəslər, eşidilən səs və ultrasəs tezlik diapazonları təsvir olunmuşdur. Bu təsvirdən istifadə edərək indi biz məlumatları
yoxlamalıyıq və deyir ki, siyahıdan iki düzgün ifadə seçin. Demək ki, siyahıda iki düzgün ifadə var. Biz onları seçməliyik ki, hansıdır? Birinci ifadə bu şəkildədir ki, ultrasəsin daha uzunluğu infrasəsin daha uzunluğundan ə, uzundur. Xeyr uşaqlar. Ultrasəsin daha uzunluğu infrasəsin daha uzunluğundan uzun deyil. Çünki ultrasəs böyük dalğa böyük tezliyə malikdir. Böyük tezliyə malik olanların da dalğa uzunluğu kiçik olur, böyük olmur. İkinci sual, təqdim olunan heyvanlar arasında ən geniş diapazonlu səsləri dalğalı tutuquşu eşidir. Dalğalı tutuquşunun eşitmə diapazonuna baxaq. Bax, buradan bu aralığındadır. Xeyr axı, ən böyük diapazon burada deyil. Demək ki, ikincisi də səhv məlumatdır. Pişiyin eşidilən səslərinin diapazonu insan diapazonu ilə müqayisədə ultrasəs diapazonuna doğru sürüşür. Baxaq, pişik bax buradadır. İnsan isə hardadır? Bax burada. Fikir versək, bəli, pişiyin eşitmə diapazonu insanın diapazonuna nisbətən sağa doğru sürüşür. Yəni, bu da ultra səs diapazonuna doğru sürüşmədir. Üçüncü doğrudur. Dördüncü suala keçək. 10 kHz tezlikli səslər infrasəs diapazonuna uyğundur. Baxın uşaqlar, biz bilirik ki, insanın eşitmə, qulağının eşitmə aralığı bəzi kitablarda 20-20 min yazır, bəzilərində isə 16-20 min yazır. Yəni, infrasəs diapazonu 16 Hz-dən aşağı tezlikdir. Amma bizə deyir ki, burada 10 kHz tezlikli. 10 kHz əlbəttə ki, insanın eşitmə aralığıdır. Xeyr, bunu mən doğru qəbul edə bilmərəm. İnfrasəs deyil. Beşinci, havada dalğa uzunluğu 3 sm olan, yazaq bu zaman burada, lambda bərabər 3 sm. Bu da bərabərdir 3 vurulsun 10 üstü mənfi 2 metr. Səs siqnalı təqdim olunan bütün heyvanlar və insanlar tərəfindən eşidiləcək. Çevirəyin və bərabərdir 340 metr bölsün saniyədir. Əlbəttə ki, səsin havada yayılma sürəti. Əvvəlcə biz tezliyi taparaq ki, görək həqiqətənmi hamı tərəfindən eşidiləcək. Tezliyimiz nü bərabərdir. Deməli, V bərabər idi, lambda vurulsun nüyə. Burada nüyünü tapsaq, V bölünsün lambdadır. Baxın, V bölünsün lambda. İndi gətirib yerinə qoyuruq uşaqlar. V-miz nə qədərdir? V-miz yazmışıq 340. Lambdamız nə qədərdir? 3 vurulsun 10 üstü mənfi 2. Böldüyümüz zaman uşaqlar bu edəcək təqribən 11 min. Lap dəqiqliyi ilə götürsək 11.333 Hz götürərik. Amma dövrdə davam edəcək. Bunu da çevirsək edəcək 11,3 kHz. Əlbəttə ki, bu insan qulağı eşidə bilər. Bu doğrudur. Yəni, insanlar və heyvanlar tərəfindən eşidiləcək. Beşinci də doğrudur. Deməli, doğru oldu burada üçüncü və beşinci. Sonra davam edəyin uşaqlar. 8-ci sual. 8-ci sualda deyir ki, radiasiya 12 MHz tezliyində işləyir. Yayılan radio dalğaların uzunluğu nə qədərdir? Yenə də verilənləri yazaq. Tezliyimiz nü bərabərdir 12 MHz. Dalğa uzunluğu lambda bərabərdir sual şərəsi. Burada radio dalğadan söhbət getdiyinə görə, demək ki, yayılma sürətini 3 vurulsun 10 üstü 8 götürərik. Və buna uyğun olaraq hesablasaq lambdamızı, V bərabərdir lambda vurulsun nüdür. Buradan lambdanı tapsam, V bölünsün nüdür. V'miz nə qədərdir? 3 vurulsun 10 üstü 8. Nüyümüz də 12 mega dediyinə görə 10 üstü 6 yazaram buradan. İxtisar getdi. Burada qaldı 10 üstü 2. 300-ü də 12-yə böləndə edəcək 25 metr. Demək ki, dalğa uzunluğumuz 25 metrə bərabərdir. Sonra 9-cu suala baxaq. 9-cu sualda deyir ki, elektromagnet dalğası Marsa 3 dəqiqə 6 saniyə çatır. Zamanımızı yazaq. T bərabərdir 3 dəqiqə 6 saniyə. Bax, bunu çevirsək nə olacaq? 3 dəqiqəmiz 180 saniyədir. 6 saniyə də üzərinə gəlir, edilir 186 saniyə. Və yerdən Marsa qədər olan məsafə nə qədərdir? S bərabərdir sual şərəsinə. Sürət də ki, bilirik ki, elektromagnet dalğada 3 vurulsun 18-dir. Həmişəki kimi.
Bizim bildiğimiz klasik yolun düsturu S bərabərdir V vurulsun T'yə. Gətirib yerinə qoyaraq V bərabərdir 3 vurulsun 18 vurulsun 186. Vurduğumuz zaman da uşaqlar neçə edər? 3'ü 100'ə vursaq edəcək 300. Bu da edəcək uşaqlar 558 vurulsun 10 üstü 8 metr. Uşaqlar səhv etmirəmsə, bu sizin kitabda 3 dəqiqə 6 saniyə deyil, 3 dəqiqə 20 saniyə idi. Səhv etmirəmsə bu şəkildə idi. Əgər o şəkildə verilərsə, 3 dəqiqə 20 saniyə formasında verilərsə, o zaman siz saniyəni 200 götürəcəksiniz. Yəni 200'ü vuracaqsınız 3 vurulsun 10 üstü 8'ə. Ona uyğun həll edəcəksiniz. Bu PDF-də 3 vurulsun 3 dəqiqə 6 saniyə götürdüyünə görə biz ona uyğun olaraq həll etdik. Belə uşaqları bu şəkildə sizinlə ümumiləşdirici tapşırıqların hər birini bir-bir izah etmiş olduq. Yenə də hər zaman dediyimiz kimi öz gələcəyinizin mimarı siz özünüzsünüz, əziz uşaqlar. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün gələn görüşlərə qədər sağ olun.